Salam əziz pasientlərim, mən sizi yenidən Florence Tibb Mərkəzindən salamlayıram. Bugünkü mövzum çox aktual olan uşaqlıq boynu patologiyasıdır. Biz bilirik ki, uşaqlıq boynu patologiyaları müxtəlif olur. Ən çox təsadüf etdiyimiz uşaqlıq boynu ektrapion eroziyasıdır. Mütləq əgər pasientdə uşaqlıq boynu eroziyası aşkar edilirsə, mütləq olaraq pap smear və kolposkopik müayinə aparılmalıdır. Onu da qeyd edeyim ki, adətən bu patologiyalar zamanı qadınlar heç bir şikayət hiss etmirlər, heç bir simptom olmur. Yalnız təsadüf yoxlama zamanı aşkar edirik. Nəyə görə kolposkop və pap analizi lazımdır? Məhz uşaqlıq boynu xərçəng önü xəstəliklərini aşkar etmək üçün. Bu yaxınlarda bizə müraciət edən pasientdə uşaqlıq boynu displaziyası aşkar etdik və mütləq olaraq belə pasientdə pap smear analizi yoxladıq və biopsiya etdik. Daha doğrusu biopsiya nəticəsində displaziya aşkar etdik. Biopsiyanı demək olar bütün ginekoloqlar bilirlər ki, bu çox lazımlı bir analizdir və bu müayinə zamanı adətən uşaqlıq boynu istəsək də istəməsək də travmatik və zədələnmə olur. Mən istərdim qeyd edim, bu həm pasientlərə, həm həkimlərə yəqin ki, maraqlı olar. Heç yerdə olmayan, Florence Tibb Mərkəzində olan Fotek aparatı ilə biz bu əməliyyatı icra edirik. Fotek aparatının digər aparatlarından fərqi odur ki, burada argon plazma işlənir və biopsiya zamanı, eyni zamanda konizasiya zamanı uşaqlıq boynuna infeksiya keçmə ehtimalı demək olar yoxdur. Regenerasiya tez gedir, çapıq qalmır, qanama sıfır və sağalma tez gedir. Eyni zamanda ağrı pasient heç vaxt hiss eləmir. Mən üzümü tutaraq bütün pasientlərimizə, qadınlarımıza gözəl olmağı arzu edirəm. Gözəllik eyni zamanda sağlamlıqdır. Bunun üçün 6 aydan bir qadınlar mütləq olaraq şikayəti olmadan belə uşaqlıq boynu patologiyasını vaxtında aşkar etmək üçün ginekoloqlarına müraciət etmələrini tövsiyə edirəm. Çox sağ olun.